Salam uşaqlar. Sizlər üçün 2009 və 2025-ci ildə qəbul imtahanında istifadə olunan optikanın bütün suallarının izahını verəcəm bu videoda. Bu videoya tam baxıb bu sualları rahat həll edə bilsəz, qəbul imtahanında olan bütün optika suallarını həll edə bilərsiniz. Başlayalım. Birinci. Şəkildə diffraksiya qəfəsinin spektrinin ikinci tərtibi. Deməli, ikinci tərtib deyirsək, K bərabərdir ki, bunu tez qeyd eləmək lazımdır. Maksimum üçün female bucağın sinusun qəfəsinin üzərinə düşən monoxromatik şüaların dalğa uzunluğunun asılıq qrafiki göstərilmişdir. Diffraksiya qəfəsinin periodunu hesablayın. Bizdən periodu soruşur. Diffraksiya qəfəsinin periodu D sinus fi bərabərdir K lambdadır. Buradan biz D-ni tapsaq, D bərabər olacaq K lambda bölünsün sinus fidir. Yerinə qoysaq, K'ımız 2'dir. Lambda 200 nanometr. Yani 200 vurulsun 10 üstü mənfi 9. Bölünsün sinüs fi ise 0,5'dir. Bu da beraberdir. Buradan 2 sıfır atarıq. Bu 2 sıfır geçsin. Buradan da 2'sini atsaq mənfi 7 qalacaq. 2 2'ye vuranda 4. 4 vuraq 10 üstü mənfi 7. Aşağını belə yazıram. 5 vuraq 10 üstü mənfi 2. 4'ü 5'e bölündə 0 onda 8. Bu 10 üstü mənfi 2 ilə 10 üstü mənfi 7 gedər. 10 üstü mənfi 5. Bu da 8 vuraq 10 üstü mənfi 6 deməkdir. Yəni 8 mikrometr. Cavab olur Y variantı. 71. 2009'da istifadə olunmuş sualdır yenə. Şəkildə diffraksiya qəfəsinin spektrinin ikinci tərtibi maksimum üçün female bucağın sinusunun qəfəsin üzərində düşən monoxromatik şüanın dalğa uzunluğundan asılıq qrafik verilib. Yenə eyni tip sualdır. Bir dənə düsturumuz yenə D sinüs fi bərabərdir. K lambdadır. K lambda. Buradan D'yi tapsaq, D bərabər olacaq. K lambda bölünsün sinus fidir. Lambdadır. K 2'dir. Lambdamız 500 nanometr. 500 vuraq 10 üstü mənfi 9 bölünsün sinus fi də 0,5'dir. Biz bunu belə yaza bilərik. Buradan 2 sıfıra atsaq 2 sıfır getdi. Buradan yenə 2'si gedəcək. Mənfi 7. 10 vuraq 10 üstü mənfi 7 bölək 5 vuraq 10 üstü mənfi 2. Bu da olacaq. Deməli 2 vurulsun 10 üstü mənfi 5. Bunu da yaza bilərik. 2 vuraq 20 vuraq 10 üstü mənfi 6. Yəni 20 mikrometr. Cavab olur C variantı. 58. Şəkildə sındırma əmsalı N1, N2 və N3 olan 3 mühitin şüaların yolları göstərilmişdir. Sındırma əmsalları arasındakı hansı münasibət doğrudur? Bu suallarda nə edirsiniz? Bax, sınma qanunun düsturunu yazacağıq. Sınma qanunun düsturu nə idi? Sinus fi, yəni düşən sinüs alfa deyəyin. Sinüs alfa düşmə bucağın sinusunun sınma bucağın sinusuna olan nisbətini sındırma əmsalı ilə tərs asıldı. N2 bölək N1. Və buradan da görürük ki, sındırma əmsalı bucağla necə asıldı? Tərs asıldı. Yəni bucaq harda böyüksə, sındırma əmsalı orada kiçik olacaq. Baxın, alfa, beta, bu da alfa deyənə. Onda buradan fikir versəz, beta bucağı alfadan böyükdür. Yəni alfa kiçikdir nədən? Betadan. Və bura alfadır, bura da alfadır. Deməli bunlar bərabərdir. Onda bucaq harda böyüksə, orada sındırma əmsalı nə olacaq? Kiçik olacaq. Deməli buradan deyə bilərəm ki, N1 kiçikdir N2-dən. Amma N1 ilə N3 bir-birinə bərabər olacaq. Çünki bucaqlar nədir? Hər ikisində eynidir. Onda N1 də bərabərdir N3-ə. Və o da kiçik nədən? N2-dən. Yəni, buradakı sındırma əmsalı bucaqdan asılı oldu birbaşa. Yəni, bucaq harda böyüksə, orada sındırma əmsalı kiçik olur. Bucaq harda kiçiksə, sındırma əmsalı böyük olacaq. Bax, bu düsturdan istifadə edirsiniz. Ona görə N1 N3-ə bərabərdir və o da N2-dən kiçik olur. Cavab olur D variantı. 55-ci sual. 1 və 3-cü mühitlərin mütləq sındırma əmsalları eynidir. Yəni N1 bərabərdir N3-ə. Qamma bucağı nəyə bərabərdir? Bizdən qammanı soruşur. 1 ilə 3-ün sındırma əmsalları eynidirsə, baxın,
sınma qanunu yazsaq, yəni sinus alfa, bax ikinci mühiti heç görməzdən gəlirəm, bura mənə lazım deyil. Sinus qamma bərabər nəyə? N3 bölək N1-ə. İndi N3 N1-ə bərabərdirsə, bura bizə nəyi verəcək? 1-i verəcək. Bax, bura 1-dir. Bura 1-dirsə, onda sinus alfa bərabər nəyə? Sinus qammaya. İndi sinus alfa sinus qammaya bərabər olur deməkdir ki, alfa nəyə bərabərdir? Qammaya. Bu şəkildə deyə bilərik. Qamma alfaya bərabər olacaqdır. Siz bu tipli suallarda, məsələn, 1-dən 2-yə keçib sonra 3-ə keçməyib, bu birbaşa buradan 3-cü mühiti görməzdən gəlir, 2-ci mühiti görməzdən gəlib, elə 1-dən 3-ə keçməyinə baxa bilərsiniz. Burada problem yoxdur. Yəni, biz bu şəkildə yaza biliriz. Sinus alfa bölək sinus qamma, yəni 3-cü mühit sınma bucağı bərabərdir N3 bölək N1 yaza bilərsiniz. Bu şəkildə. 43. Cisim toplayıcı linzadan 3F məsafədə yerləşdirilmişdir. Yəni, cisim məsafəsi 3F-ə bərabərdir. Linzanın xətti böyütməsini hesablayın. Linzanın xətti böyütməsinin düsturu Q bərabərdir F bölək D-dir. Deyə bilirik 3F-dir. Bizə lazımdır xəyal məsafəsi. Toplayıcı linzanın düsturu budur. 1 bölək F bərabərdir 1 bölək D, üstə gələk 1 bölək F-dir. Buradan biz xəyal məsafəsini tapsaq, 1 bölək F bərabər olacaq. 1 bölək F çıxılsın, 1 bölək D yazacaq. Bu şəkildə. Buradan 1 bölək F bərabərdir. Ortaq məxrəc D-nin yerinə yazağım, bax bunu. 1 bölək F çıxaq 1 bölək 3F yaza bilərik də D-nin yerinə. Onda ortaq məxrəc 3F-dir. 3F-i F-ə böləndə olur 3. Çıxılsın 3F-də 3F-ə böləndə 1 olur. Yəni 2 bölək 3F. Bu 1 bölək F-dir. F-i tapsaq bəs tərsinə çevirəcək olacaq 2-də 3F. Yəni 1,5 F-dir. Deməli, xəyal məsafəmiz neçə oldu? 1,5 F. Gətirib yerinə qoysaq, Q bərabərdir F bölək D-dən. F-in yerinə 1,5 F qoyacaq. Cisim məsafəsində neçə veriblər? 3F. Bölək 3F olacaq. Bu da verəcək bizə 2-də 1. 2-də 1. Cavab olur C variantı. 31. Şəkildə ağ işıq şüasının şüşə prizmadan keçirdikdən sonra ayrıldığı rəngli şüalarından 4'ü göstərilmişdir. Hansı şüaya uyğun tezlik ən kiçikdir? Şüaya uyğun tezlik ən kiçikdir. Bilir ki, dispersiyada yuxarıdan aşağıya doğru getdikcə dalğa uzunluğu və sürət azalır. Tezlik, enerji, impuls, hətta sınma sındırma misalı artır. Bax, bunlar artacaqdır. İndi bizə deyir ki, tezlik ən kiçik olsun. Tezlik onda yuxarıdan aşağı getdikcə artırsa, 1-də tezlik nə olacaq? Ən kiçik. 4-də isə ən böyük olacaq. Cavab olur B variantı. Diffraksiya qəfəsinə işıq düşür. Hansı rəngli şüa üçün birinci tərtib maksimum ən böyük fi meyl bucağı altında müşahidə olunar? Diffraksiya qəfəsində meyl etmə bucağı dalğa uzunluğundan düz asıldı. Bunu hardan bilirik? D sinus fi bərabərdir K lambdadır. Buradan sinus fini tapsaq, sinus fi bərabərdir K lambda bölünsün D-dir. Yəni dispersiyanın tərsidir bu. Dispersiyada ən çox meyl edən bənövşəyi olur. Yəni dalğa uzunluğu ən kiçik olan. Diffraksiya qəfəsində isə ən çox meyl edən qırmızı işıqlı olur. Bunu hardan bilirik? Bu dalğa uzunluğu ilə meyl etmə bucağı necədir? Düz asılıdır. Yəni dalğa uzunluğu hansında böyüksə, orada meyl etmə bucağı da böyük olur. Elə görünən işıqları yazsaq, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyidir. Yuxarıdan aşağı getdikcə dalğa uzunluğu nə edir? Azalır. Onda dalğa uzunluğu ən böyük olan hansı olur? Qırmızı olur. Dalğa uzunluğu böyük olanda meyl etməsi nə olacaq? Daha böyük olacaq.
Ona görə qırmızının meyl etmə bucağı daha böyük olur, ən az meyl edən isə bənövşəyi olur. Dispersiyada isə bu əksi olur. Ən çox meyl edən bənövşəyi, ən az meyl edən qırmızı işıq şüası olur. 2011-də yenə belə bir sual çıxıb optika ilə bağlı. Şəkildə paralel qoyulmuş iki linza göstərilmişdir. Birinci toplayıcı linzaya düşən ay işıq şüası ikinci toplayıcı linzadan hansı istiqamətdə keçər? Bax, fikir versəz, birinci toplayıcı linzaya paralel gələn şüa sınandan sonra baş optik oxdan baş fokus nöqtəsindən keçməlidir. Bu F nöqtəsi həm birinci linzanın baş fokus nöqtəsidir, həm də ikinci linzanın baş fokus nöqtəsidir. Onda ikinci linzaya gələn şüa hardan gəlir? F-dən gəlir, baş fokus nöqtəsindən. F-dən gələn şüa yolunu necə davam eləməlidir? Bəs paralel getməlidir. Ona görə cavab olur 2. Bax, paralel gələn F-dən keçir, F-dən də gələn necə davam eləyir yolunu linzadan sınandan sonra paralel davam eləyəcək. Monoxromatik işığın verilmiş mühitdə sürətlər arasında hansı münasibət doğrudur? Deməli, yenə sınma qanunu yazırıq. Sinus alfa bölək sinus qamma bərabərdir n2 bölək n1. Və biz bunu surətlə də yaza bilərik. Bilirik ki, surət V bərabər S bölünsün n-dir. Yəni, İşığın sürəti mühitin sındırma əmsalı ilə tərs asılıdır. Onda yaza bilərik ki, V1 bölünsün V2. Və yaxud da dalğa uzunluğunu da yaza bilərik. Lambda 1 bölünsün, lambda 2 də yaza bilərik. Və buradan fikir versəz, sındırma əmsalı bucaqla tərs asıldı, amma surət bucaqla necə asıldı? Düz asıldı. Bucaq harada böyüksə, orada surət böyük olacaq. Bucaqlara baxaq. Bax, bu alfa 1, bu alfa 2-dir. Alfa 3'dür. Ən böyük bucaq hardadır? 3-cü mühitdə. Yəni alfa 3 böyükdür alfa 1-dən, alfa 1-dən. O da böyükdür alfa 2-dən. Bax, 1-dən 2-yə keçəndə sınaraq normala yaxınlaşıb, 2-dən 3-ə keçəndə isə sınaraq normaldan neyiniyib? Uzaqlaşıbdır. Bucaq harda böyüksə, surət orada nə olacaq? Böyük olacaq. Çünki surət bucaqla necə asılı oldu? Düz asılı oldu. Onda deyə bilərik ki, V3 böyükdür V1-dən, o da böyükdür V2-dən. Cavab olacaq Y variantı. Hansı qrafik verilmiş dalğa uzunluğunun üçün difraksiya qəfəsinin ikinci tərtib maksimum fi meyl bucağının sinusunun difraksiya qəfəsinin periodundan asılılığını düzgün əks etdirir? D sinus fi nəyə bərabərdir? K lambdadır. Buradan sinus fini tapsaq, sinus fi nəyə bərabər olacaq? K lambda bölünsün D-dir. Onda sinus fi D ilə necə asıldı? Tərs asıldı. Cavab olur B variantı. Burada bir şeyə diqqət eləməlisiniz ki, amma difraksiya qəfəsinin periodu meyl etmə bucağından, dalğa uzunluğundan, tərtibdən bunlardan asılı deyil. Yəni K-dan, lambdadan, sinusdan nədir? Asılı deyil. Difraksiya qəfəsinin periodu difraksiya qəfəsinin hazırlandığı materialın növündən asılıdır. 2012-də istifadə olunmuş sualdır. Şəkildə fokus məsafəsi F olan nazik toplayıcı linzada D böyükdür 2F. Yəni 2 qat fokusun arxasına qoyulmuş bir cisimdir. Məsafədə S mənbəyindən linzaya düşən 3 şüanın yolu göstərilmişdir. Linzadan keçən şüalar üçün uyğunluğu müəyyən edin. Baxın, birinci necə gəlir? Baş optik oxa paralel. Paralel gələn şüa sınandan sonra hardan keçməlidir? F-dən keçməlidir. Bax, buradan keçməlidir, bu şəkildə. Deməli, birinci şüa F-dən keçir. Onda 1-ə uyğundur A variantı. İkinci, linzanın mərkəzinə göndərilir. Mərkəzə göndərilən şüa olduğu kimi yolunu davam edir. Yəni, dəyişmir yolunu. İstiqamətini dəyişmədən keçir. Onda 2-yə gələcək D variantı. Üçüncü isə F-dən gəlir. F-dən gələn şüa isə sınandan sonra yolunu necə davam eləməlidir? Paralel. Bax, bu şəkildə paralel getməlidir. Baş optik oxa paralel olur. Cavab olur. Deməli, 1-ə A, 2-yə D, 3-ə də Y. Optik qüvvəsi 2,5 dioptriya, yəni D bərabərdir 2,5 dioptriya olan toplayıcı linzanın
linzada cismin 4 dəfə kiçildilmiş xəyal alınır. Yəni xətti böyütmə burada neçədir? 4də 1-dir. Həqiqi xəyal alınmışdır. Cisimlə xəyal arasındakı məsafə nəyə bərabər? D plus bizdən F-i soruşur. Bax budur. Deməli, xətti böyütmənin düsturunu yazsam, Q bərabər nəyə? F bölək D-yə. Q-yu 4də 1 aldıq. 4də 1 bərabərdir. F bölünsün D-dir. Buradan da alırıq ki, D bərabərdir 4F-ə. Yəni, cisim məsafəsi 4F-ə bərabərdir. Bunu buradan götürə bilərik. Digər tərəfdən, toplayıcı linzada həqiqi xəyalların düsturunu yazsaq, 1 bölək F bərabərdir. 1 bölək D üstə gələk 1 bölək F-dir. Optik qüvvəni bizə veriblər 2,5. Optik qüvvə D bərabər nəyə? 1 bölək F-ə. Elə biz onda D bərabər 1 bölək F-dir. Buradan 1 bölək F-in yerinə D yaza bilərəm. Bax, bu düsturu belə də yaza bilərik. D bərabərdir 1 bölək D. Üstə gələk 1 bölək F. D-nin yerinə nə yazacaq? 2,5 bərabərdir. Deməli, cisim məsafəsinin yerinə yazaram. 4F, 1 bölək 4F, üstə gələk 1 bölək F yazaram. Buradan 2,5 bərabərdir. Hər ikisinin ortaq məxrəci 4F-dir. 4F. Deməli, 4F-i 4F-ə bölündə 1, 4F-də F-ə bölündə 4 düşür. 1 üstə gələk 4. Yəni, 2,5 bərabərdir 5 bölək 4F-ə. Buradan da alırıq ki, çarpaz vursaq, 10F bərabərdir 5-ə, F də bərabər olacaq, deməli, F bərabər oldu nəyə? 0,5-ə. Yəni, F-i tapdıq 5 bölək 10, 0,5. D nəyə bərabər olacaq? Bəs D bərabərdir 4F-dir. Bu da olacaq 4 vuraq 0,5, bu da deyir 2. İndi cisimlə xəyal arasındakı məsafəni tapanda nə etməliyik? Toplamalıyıq biz burada. Buradan yerə çağın. Toplayacağıq. Onda cisimlə xəyal arasındakı məsafə D üstə gələk F-dir də. D-imizi neçə tapdıq? 2. F-i neçə tapdıq? 0,5. Bu da olacaq 2,5 metr. 2,5. Hansı qrafik verilmiş diffraksiya qəfəsinin ikinci tərtib maksimum üçün fi meyl bucağının sinusun qəfəsin üzərində düşən monoxromatik şüalanmanın dalğa uzunluğundan asılılığını düzgün göstərilib. Yenə yazırıq ki, D sinus fi bərabər nəyə? Kalyamdiya. Buradan sinusu tapsaq, sinus fi bərabər nəyə? Kalyamda bölünsün nəyə? D-yə. Bax, meyl etmə bucağı dalğa uzunluğu ilə necə asıldır? Düz asıldır. Cavab olur C variantı. 2013-cü ilin sualı. Toplayıcı linzanın fokus məsafəsini 2 dəfə artırdıqda onun optik qüvvəsi necə dəyişər? Optik qüvvə dedim. Optik qüvvə 1 bölək F-dir. İndi fokus məsafəsini 2 dəfə artırıramsa, optik qüvvə necə dəyişər? 2 dəfə azalar. Cavab olur B variantı. Şəkildə fokus məsafəsi F olan nazik toplayıcı linzada cisim F-dən böyük, 2F-dən kiçikdir. Yəni, F-lə 2F-in arasında yerləşdirilib. Məsələdəki S mənbəyindən linzaya düşən 3 şüanın yolu göstərmişdir. Linzadan keçən şüaların üçün uyğunluğu müəyyən edin. Baxın, paralel gələn şüa yolunu necə davam edəcək? Paralel salanda toplayıcı linzanın üzərinə F-dən keçir. Yəni, paralel gələn şüa sınandan sonra F-dən keçir. Mərkəzə göndərilən şüa yolunu dəyişmədən olduğu kimi davam edir. Bax, bu şəkildə davam edəcək. F-dən gələn şüa isə sınandan sonra yolunu baş optik oxa paralel gedir. Yəni, sınandan sonra linzadan baş optik oxuna paralel davam edir. Deməli, birinci şüa F-dən keçəcək. 1-ə A gəlir.
İkinci şua istiqamətini dəyişmədən gedir. 2-yə D. Üçüncü şua isə baş optik oxa paralel gedəcək. Bu da olacaq Y variantı. Ekranda aydın xəyalın alınması üçün cismi proyeksiya aparatında linzanın qarşısında hansı nöqtədə yerləşdirilməlidir? Proyeksiya aparatında yadınızda qalsın ki, aydın xəyalın alınması üçün cisim F ilə 2F-in arasında yerləşdirilməlidir. Proyeksiya aparatında alınan xəyal böyüdülmüş, həqiqi və tərsinə xəyal olur. Fotoaparatda alınan xəyal isə cisim, fotoaparatda almaq üçün xəyal cisimi 2F-dən uzaqda yerləşdirmək lazımdır. Yəni 2 qat fokusun arxasına yerləşdirmək lazımdır. Fotoaparatda alınan xəyal isə kiçildilmiş həqiqi tərsinə xəyal olur. İndi bizdə proyeksiya aparatı deyir. Proyeksiya aparatında alınan xəyal böyüdülmüş həqiqi tərsinədir və cisim mütləq harda yerləşməlidir? F ilə 2F-in arasında yerləşdirilməlidir. Ona görə 3 olacaq. Bax, 3-də yerləşdirmək lazım. Cavab olur Y variantı. Optik qüvvəsi 2,5 dioptri olan toplayıcı linzanın cismin 4 dəfə böyüdülmüş həqiqi xəyal alınır. Yəni, xətti böyütmə neçədir? 4-dür. Bunu bildik. Cisimlə xəyal arasındakı məsafəni soruşur. D plus bizdən F-i soruşur. Biraz öncə də buna aid məsələ elədik. İndi toplayıcı linzaların düsturunu yazsaq, 1 bölək F bərabərdir 1 bölək D, üstə gələk 1 bölək F-dir. Bizdə burada optik qüvvəni 2,5 veriblər. Bax, bu 1 bölək F elə D-dir. Onda bu düsturu mən belə də yaza bilirəm. D bərabərdir 1 bölək D, üstə gələk 1 bölək F. Burada xətti böyütmənin düsturunu yazsaq, Q bərabərdir F bölək nədir? D-dir. Q'nun yerinə 4 qoysaq, F bölünsün D alırıq. Və buradan da alırıq ki, xəyal məsafəsi cisim məsafəsindən 4 dəfə çox olur. Gətirib yerinə qoysaq, belə bir düstur alacaq. D-nin yerinə yazıram 2,5 bərabərdir 1 bölünsün D, üstə gəlinsin xəyal məsafəsinin yerinə isə yazacağım 1 bölək 4D. Və buradan ortaq məxrəc 2,5 bərabərdir. Hər ikisinin ortaq məxrəci 4D-dir. 4D D-yə bölsək 4, 4D-yə 4D-yə bölsək 1 düşür. Və bu olur 5 bölünsün 4D. Çarpaz vursaq olacaq 10D bərabərdir 5-ə. D də bərabər 0,5-ə. İndi bəs xəyal məsafəsi nəyə bərabərdir? Xəyal məsafəsi F bərabərdir 4D olduğu üçün 4 vurulsun 0,5 olur. Bu da olacaq 2. Buradan da alırıq ki, deməli, F plus D bərabərdir 2 üstə gəlinsin 0,5. Bu da bizə verəcək 2,5-i. Deməli, cavab olur 2,5 metr. 95. Yəni 2014-cü ildə qəbul imtahanına düşmüş bir sualdır. İşıq mütləq sındırma əmsalı 2,4 olan mühitdən vakuma keçərkən surət necə dəyişər? İşığın surəti mühitin sındırma əmsalı ilə tərs asılıdır. Yəni V bərabər C bölək N-dir. İndi burada işıq mütləq sındırma əmsalı 2,4 olan mühitdən vakuma keçərkən surəti necə dəyişəcək? 2,4 dəfə artacaqdır. Çünki V bərabərdir C bölək N-dir. C bərabərdir V bölək N-dir da. Mühitin sındırma əmsalı 2,4 dəfə azalırsa, sürət də 2,4 dəfə nə edəcək? Artacaqdır. Çünki vakumun surəti, sındırma əmsalı 1-dir. Ona görə biz belə yaza bilirik də. Vakumda işığın sürəti C-dir onsuz da. Mütləq sındırma əmsalı 2,4 olan mühitdən vakuma keçəndə surət 2,4 dəfə artır. Yəni C-yə bərabər olur. Cavab olur D variantı. Böyütməsi 4 olan toplayıcı linzada həqiqi xəyala qədər olan məsafə linzanın fokus məsafəsindən neçə dəfə böyükdür? Deməli, xətti böyütməsi 4-dür. Q bərabərdir 4-ə. Və bizə deyir ki, linzadan həqiqi xəyala qədər olan məsafə, yəni xəyal məsafəsi fokus məsafəsindən neçə dəfə böyükdür? Bax, bunu bizdən soruşur. F bölək, yəni F-i soruşurlar bizdən. Deməli, biz burada yazsaq, həqiqi xəyalların toplayıcı linza üçün düsturunu 1 bölək F bərabərdir. 1 bölək D üstə gələk
1 bölək f-dir. Belədir düsturumuz. İndi xətti böyütmənin düsturu q bərabər nəyə? F bölək d-yə. Buradan q-nün yerinə 4 qoysam, 4 bərabərdir f bölünsün d-dir. Xəyal məsafəsi 4d-yə bərabərdir. İndi gətirib yerinə qoysaq, 1 bölək f bərabərdir 1 bölünsün f-in yerinə 4d qoyuram. 4d. Üstə gəlsin 1 bölünsün nə? D. Buradan aldıq ki 1 bölək f bərabərdir. Hər ikisinin ortaq məqsədi 4d. Bu oldu 5. Buradan da alarıq ki 5f bərabər nəyə? 4d-yə. Yəni d nəyə bərabərdir? 1/10-da 4-də 5 f-dir. 1/125 f-ə bərabərdir. Bax, bu cisim məsafəsidir. Amma bizə nə lazımdır? Xəyal məsafəsi. Xəyal məsafəsini oradan tapacam. F bərabər nəyə? 4d-yə. Onda f bərabər 4d-dir. D-nin yerinə nə qoyacam? 1/125 f qoyacam. Olacaq 4 vurulsun 1/125 f. Bunu da vursaq, bu da eləyəcək 5f. Yəni 5 dəfə xəyal məsafəsi optik qüvvədən, belə deyək, fokus məsafəsindən 5 dəfə nədir? Daha böyükdür. Yəni f bölək f deyil. İndi f-imiz neçə oldu? 5f bölək f. Yaza bilərsiniz. Bu da olur 5. 5 dəfə böyük olur. Cavab olacaq 5. Bu sual tərsinə düşübdür. 30-cu sual. Linzanın hansı səpici linzadır bizə deyir. Səpici linza nə idi? Orta hissəsi, bir dəqiqə, tərsinə olduğu üçün belə tərsinə qoyuq. Linzalardan hansı səpici linzadır? Bütün hallarda linzanın materialı şüşə, ətraf mühiti isə havadır. Səpici linza odur ki, kənar hissə orta hissədən belə deyək, qalın olsun. Bax, bu qabarıq linzadır. Bu isə səpici linzadır. Bu da qabarıq linzadır. Bu da qabarıq linzadır. Bu da. Orta hissələr kənardan nədir? Daha böyükdür burada. Yəni, orta hissə qabarıq linzada kənar hissədən daha qalındır. Amma B variantına fikir versəz, kənar hissə ortadan qalındır. Ona görə B nədir? Səpici linzadır və müstəvi səpici linzadır bu. İki mühitin sərhədinə düşən qayıdan və sınan şüaları göstərilmişdir. Qayıtma bucağı hansıdır? Baxın, bu düşən şüadır. Düşən. Bu qayıdan. Bu da sınan şüadır. Normal ilə düşən şüa arasında qalan bucaq düşmə bucağıdır. Bu bir düşmə bucağıdır. Normal ilə normal budur. Qayıdan şüa arasında qalan bucaq qayıtma bucağıdır. 2 qayıtma bucağıdır. Normal ilə sınan şüa arasında qalan bucaq isə sınma bucağıdır. 5 isə sınma bucağıdır. Deməli, bizə nə lazımdır? Qayıtma bucağı. Qayıtma bucağı olacaq 2. Linzanın optik qüvvəsinin cisimdən linzaya qədər olan məsafədən asılı qrafiki. Optik qüvvə cisim məsafəsindən, xəyal məsafəsindən nədir? Asılı deyil. Ona görə cavab olacaq A variantı. 45. Ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra onun ayrıldığı rənglərin şüalarının 4-ü göstərilmişdir. Hansı şüa üçün şüşənin sındırma əmsalı ən böyükdür? Yazıda qalsın ki, yuxarıdan aşağı getdikcə, bax bu istiqamətdə getdikcə, surət dalğa uzunluğu azalır. Tezlik, enerji, impuls və sındırma əmsalı isə artır. İndi bizə nə lazımdır? Sındırma əmsalı böyük olan. O da olacaq 4. Ən böyük dediyiniz üçün 4-ü götürəcək. Mütləq sındırma əmsalı n bərabər 1/5 olan mühitdə mütləq sındırma əmsalı n bərabər 1/3 və n2 bərabərdir 1/6 olan mühitlərə monoxromatik işıq şüaları keçir. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bəndləri qeyd edin. Deməli, sındırma əmsalımız neçədir? 1/5-dir. Ayrı-ayrı mühitləri keçir. Birinci mühitin sındırma əmsalı 1/3-dür. İkinci mühitin sındırma əmsalı isə 1/6-dır. Tezlik dəyişmir hər ikisində. İşıq bir mühitdən digər mühitə keçəndə, işıq yox, elə elektromagnet dalğalar hamısı. Bir mühitdən digər mühitə keçəndə
tezliyi dəyişmir. Ona görə 1 ortaq olacaq. Mühitdə dalğa uzunluğu artır. Dalğa uzunluğu sındırma əmsalı ilə tərs asılıdır. Asılı, yəni lambda bərabərdir. Lambda 0 bölünsün n-dir. İndi n 1,5 olan mühitdən 1,3 olan mühitə keçəndə sındırma əmsalı nə edir? Azalır. Azalanda dalğa uzunluğu nə edəcək? Artacaqdır. Deməli, dalğa uzunluğunun artması üçün optik sıxlığı çoxdan aza keçməlidir. Ona görə 2 gələcək 1-ə. Mühitdə dalğa uzunluğu azalır. Dalğa uzunluğu sındırma əmsalından tərsdir. Deməli, optik sıxlığı azdan çoxa keçəndə dalğa uzunluğu nə edəcək? Azalacaqdır. 3 də gələcək 3-ə. Düşmə bucağı sınma bucağından böyükdür. Bunun üçün nəyi bilməliyik? Sınma qanunu. Sinus alfa bölək sinus qamma bərabər nəyə? N2 bölək N1. Yəni N2 bölək N. Belə deyə bilərik. İndi mən birinci üçün yazsam, bura N1 bölək N yazacağım. İkinci üçün yazsaydım nə yazacağım? Sinus alfa bölək sinus qamma bərabərdir N2 bölək N yazmalıyım. İndi fikir verin bura. Bucaq sındırma əmsalından necə asıldı? Tərs asıldı. İndi bizə lazımdır sınma bucağı daha böyük olsun. Yəni qamma alfadan böyük olsun. Baxın, birinci üçün yazsam 1/3 bölək yazacağım 1/5. İndi fikir versəz, bura 1-dən nə olur? Kiçik olur. Bu 1-dən kiçikdir. Bax, bu ifadə vahiddən kiçikdir. Vahiddən kiçikdirsə, onda sinus alfa sinus qammadan normal kiçik olmalıdır. Buna görə də deyə bilərik ki, sinus alfa sinus qammadan kiçikdirsə, onda alfa kiçikdir nədən? Qammadan deyə bilərik. Bizə nə deyir? Sınma bucağı daha böyük olsun. Deməli, çoxdan aza keçəndə sınma bucağı daha böyük olur. Yəni, optik sıxlığı çoxdan aza keçəndə sınaraq normaldan uzaqlaşır. Yəni, səthə yaxınlaşır. Bax, belə olur burada. Hətta xatırlayırsınızsa, biz tam daxili qayıtmadan şərt olaraq deyirdik ki, işıq şüası optik sıxlığı çoxdan aza keçməlidir. Ona görə çoxdan aza keçəndə sınma bucağı, düşmə bucağından nə oldu? Daha böyük oldu. Deməli, bu hara gələcək? 1-ə gələcək. Amma ikincidə əksi olur. Fikir versəz, buranı necə yazacağım mən? N2 1/6-dır. N neçədir? 1/5-dir. Bura vahiddən nə olur? Vahiddən böyük olur. Vahiddən böyük olması üçün alfa qammadan nə olmalıdır? Daha böyük olmalıdır. Yəni, alfa böyük olur qammadan. Yəni, bu nə deməkdir? İşıq şüası optik sıxlığı azdan çoxa keçəndə sınaraq normala nə edir? Yaxınlaşır. Bax, bunda isə belə olur. İşıq şüasını buradan saldı. Bu şəkildə gedəcək. Yəni, N2 desək, burada belə olacaq. Bu normaldır. Deməli, 2, 4, 1, 3 olacaq cavab C variantı. 79. Fokus məsafələri f1 32 və f2 12 cm olan linzalar sisteminin baş optik oxlarına paralel işıq şüaları dəstəsi düşür. Linzalar arasındakı məsafə nə qədər olmalıdır ki, şüalar sistemindən keçdikdən sonra özlərinə paralel qalsın. Yəni, bax, bu linzalar arasındakı məsafə, dağın belə, bizdən linzalar arasındakı məsafəni soruşur. İşıq şüası gəlib buradan düşüb, yolunu necə davam edirdi? Paralel davam eləsin. Bax, bu şəkildə. Bu nöqtəyə fikir versəz, bu nöqtə hər ikisinin baş fokus nöqtəsidir. Aha. Onda buradan bura qədər olan məsafə birinci linzanın baş fokus nöqtəsidir. Bura qədər olan məsafə də ikinci linzanın baş fokus nöqtəsidir. Onda linzalar arasındakı məsafə L nəyə bərabər olmalıdır? F1 plus F2-yə bərabər olmalıdır. İndi bunu hardan bilirəm? Gəlin şəkili burada böyük çəkəyim biraz. 2 dənə linza qoyağım bura. Böyük olsun, göstərə biləyin üstündə, rahat. Bu baş optik oxdur. Linzaların baş optik oxu. Bizə deyir ki, baş optik oxa paralel gələn şüa birinci linzadan sındı, gəldi və ikinci linzadan baş optik oxa paralel keçməlidir. Belə deyir, yolun davam eləsin. Bax, şərtimiz budur. İndi bu nöqtə, bax,
F-dir. Yəni F1 deyə bilərəm. Niyə? Bilirik ki, linzanın baş optik oxuna paralel gələn şüa sınandan sonra hardan keçməlidir? Baş optik oxdan bilirik, baş fokus nöqtəsindən keçməlidir. Bu birinci linzadır. Yəni birinci linzanın baş fokus nöqtəsindən keçməlidir. İndi ikinci linzadan sınandan sonra yolunu paralel davam eləməsi üçün baş optik oxa o da F-dən gəlməlidir. Deməli bu nöqtə həm də F2-dir. Yəni həm birinci linzanın baş fokus nöqtəsidir, həm də ikinci linzanın baş fokus nöqtəsi olmalıdır. Çünki paralel gələn şüa sınandan sonra F-dən keçir. F-dən gələn şüa sınandan sonra yolunu paralel davam edir. Bax buna görə deyə bilirik ki, bu nöqtə həm birinci linzanın, həm də ikinci linzanın nə idi? Baş fokus nöqtəsidir. Amma düşünməyin, da bu məsafələr eyni olmaya bilər. Buradan bura qədər olan məsafə, baxın, buradan bura qədər olan məsafə birinci linzanın baş fokus məsafəsidir. F1 yazıram. Buradan bura qədər olan məsafə isə ikinci linzanın baş fokus nöqtəsidir. Belə deyək də, baş fokus məsafəsidir. Onda L bərabərdir F1 plus F2-yə. F1-imiz neçədir? 32, F2-miz də 12-dir veriblər. Bu da olur 44 sm. Cavab olur B variantı. 49. 2018-ci ildə qəbul imtahanına düşmüş sualdır. Deyib, paralel qoyulmuş iki toplayıcı linza verilmişdir. Birinci linzaya düşən ay işıq şüası ikinci linzadan hansı istiqamətdə çıxar? Baxın, bu nöqtə həm birinci linzanın, həm də ikinci linzanın baş fokus nöqtəsidir. Hardan bilirəm? Baxın, birinci linzanın baş fokus nöqtəsi nəyə bərabərdir? F-ə. İkinci linzanın da baş fokus nöqtəsi F-ə bərabərdir. Bura F-isə hər ikisinin baş fokus nöqtəsi olur uşaqlar. İndi paralel gələn şüa sınandan sonra hardan keçir? F-dən. Bəs F-dən gələn şüa sınandan sonra linzadan necə yolun davam edir? Paralel davam edəcək. Deməli, 4 olacaq. Cavab olur C variantı. Bu da eyni sualdır. İki dənə əslində eyni sualdır. Yenə eyni qaydada F-dən keçəcək. Yolun necə davam edəcək? Paralel davam edəcək. Bunun səbəbi nədir? Çünki AB variantları var, ona görədir. Yenə 2018-ci ildə qəbula düşmüş optika ilə bağlı bir sualdır. İki dənə paralel şüa göndəririk və bunlar buradan çıxandan sonra nə olub? Bax, bu şəkildə toplanıblar bir yerə, bir nöqtəyə. Deməli, onda biz bura hansı linzanı qoymalıyıq? Qabarıq linzanı. Qabarıq linza gələn şüaları nə edirdi? Toplayırdı. Deməli, burada nə var? Qabarıq linzamız var. Əgər səpici linza olsaydı, baxın, bu olsaydı belə gedəcəkdi yollarını. Bu şəkildə gedəcəkdi şüalar. Belə davam edəcəkdi. Hansı halda şüanın yolu düzgün göstərilib? Birinci səpici linzadır. Səpici linzaya paralel göndərilən şüa sınandan sonra səpələnir. Amma uzantısı hardan keçməlidir? F-dən. Burada 2 F-dən keçir. Deməli, bu səhvdir. B-yə baxsaq, paralel gedib, uzantısı hardan keçir? F-dən. Bu düzdür. İndi C-yə baxsaq, fikir verin, gəlir elə olduğu kimi gedir. Belə bir şey olmaz. D-yə baxsaq, bu toplayıcı linzada olur. Səpici linzada olmaz. Bu da səhvdir. 2021-ci ilin qəbul sualıdır. Ağ işığın şüşə prizmadan dispersiyası zamanı alınan şüaların ikisinin yolu göstərilmişdir. Yəni, birindən ikinin. Şüaların dalğa uzunluqları və prizma maddəsinin bu şüalar üçün sındırma əmsalları arasında hansı münasibət doğrudur? Baxın, yuxarıdan aşağı getdikcə dalğa uzunluğu sürət dedik, nə edir? Azalır. Onda birincinin dalğa uzunluğu, bax, dalğa uzunluğu azaldı burada. Lambda 1 böyükdür, onda nədən? Lambda 2-dən deyə bilərik. Yuxarıdan aşağı getdikcə sındırma əmsalı nə edirdi? Artırdı. Ona görə N1 də N2-dən nə olacaq? Kiçik olacaqdır. Cavab olacaq, deməli, C variantı. Toplayıcı linzanın üzərinə düşən işıq şüası linzadan sındıqdan sonra hansı nöqtədən keçər? O1, O2 linzanın baş fokus nöqtəsidir. Baxın, paralel gələn şüa sınandan sonra F-dən keçir, olduğu kimi yolunu davam edirik və belə gedəcək. Deməli, N-dən keçəcək. Cavab olacaq B variantı.
Cisim toplayıcı linzadan D bərabər 4F məsafəsində yerləşdirilmişdir. Linzanın xətti böyütməsini hesabla. Bizdən Q-nü soruşur. Q nəyə bərabərdir? Bunu bəzən belə də yazırıq. G hərfi ilə. 1 bölək, 1 böləkdir, daha doğrusu yox, H bölək böyük H və yaxud da F bölək D-dir. İndi biz cisim məsafəsini bilirik, 4F-dir. Bizə lazımdır xəyal məsafəsi. Toplayıcı linzadırsa necə yazacağıq? 1 bölək F bərabərdir 1 bölək D üstə gəlinsin 1 bölünsün F-dir. Cisim məsafəsi 4F-dir. Yerinə qoysaq 1 bölək F bərabərdir 1 bölək 4F üstə gəlinsin 1 bölək F. Yəni xəyal məsafəsi. Bunda xəyal məsafəsini buradan tapsam 1 bölək F bərabərdir. 1 bölək F çıxılsın nə? 1 bölək 4F alaram. Və bu da bərabərdir. Hər ikisinə 4F-də ortaq məxrəc. 4 çıxılsın 1, 3 olacaq. Və F bərabərdir olacaq 3-də 4 F-ə. İndi xətti böyütmənin yerində düsturunu qoysaq, G bərabərdir F bölək D-dir. F-in yerinə qoyacağım 3-də 4 F. Cisim məsafəsi neçədir? 4F-dir. 4F. Buradan bu F-lər ixtisar olar. 4-lər ixtisar olsa 3 düşəcək aşağı 1 bölək 3 olacaq. 3-də 1. Cavab olur A variantı. 31. A və B cisimləri toplayıcı linzada alınan xəyalları üçün uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. F linzanın fokusudur. Baxın, A cismi 2F-dən uzaqda yerləşib. Yəni A cisimdə cisim məsafəsi 2F-dən böyükdür. B cismin isə cisim məsafəsi F ilə 2F-in arasındadır. Belədir. Bunu qeyd edək. Xəyal böyüdülmüş xəyaldır. Yadınızda qalsın ki, cisim F ilə 2F-in arasında yerləşəndə alınan xəyal böyüdülmüş, həqiqi və tərsinə xəyaldır. Bax, bu böyüdülmüş, həqiqi və tərsinə xəyal. Bəzən də çevrilmiş deyirik buna. Cisim 2F-in 2 qat fokusun arxasında yerləşəndə isə alınan xəyal kiçildilmiş, həqiqi və tərsinə xəyaldır. Məsələn, bu fotoaparatda alınan xəyaldır, insan gözündə alınan xəyal. Bu isə reaksiya aparatında alınan xəyaldır. Deməli, xəyal böyüdülmüşsə, onda B. 1 gələcək B-yə. Xəyal çevrilmiş alınır hər ikisində. 2 ortaqdır. Xəyal həqiqidir, yenə hər ikisində həqiqi xəyaldır. 3 də ortaqdır. Xəyal 2 qat fokusdan arxada yerləşir. Cisim F ilə 2F-in arasında olanda xəyal məsafəsi 2F-dən böyük olur. Cisim 2F-dən uzaqda olanda isə xəyal məsafəsi F ilə 2F-in arasında yerləşir. Bax burada. Bunları bilmək lazımdır. Təbii ki, düsturdan da çıxır bunlar. Deməli, 2 qat fokusun arxasında yerləşir. Hansında oldu? B. 4 də gəldi, yenə 2-yə. Xəyal fokus da 2 qat fokusun arasında yerləşir. Bu da olacaq 1. Deməli, 1-ə 5, 2-yə 4, 1, 3-ə də 2, 3 oldu. Deməli, cavab oldu C variantı. 48. İşıq bir mühitdən başqa mühitə keçərkən dalğa uzunluğu 3 dəfə azalarsa tezlik necə dəyişər? Yadda qalsın ki, işıq şüası bir mühitdən digər mühitə keçəndə tezlik dəyişməz. B variantı olur. Cisim toplayıcı linzadan 40 sm məsafədə yerləşəndə, yəni cisim məsafəsi nəyə bərabərdir? 40 sm. Yəni 0,4 metrdir. Onun xəyalını özü boyda alınır. Yəni, xəyal özü boydadır. Onda xətti böyütmə nəyə bərabərdir? 1-ə bərabərdir. Linzanın optik qüvvəsi nəyə bərabərdir? Bizdən D-ni soruşur. D bərabər suala. Xətti böyütmənin 1 olması, yəni cisim, bunu hardan bildim? Özü boyda alınır ona görə. Xətti böyütmə 1 olması o deməkdir ki, cisim məsafəsi xəyal məsafəsinə bərabərdir. Yəni, G bərabərdir, F bölək D-dir. Və buradan da F bərabərdir. Bax, bunun yerinə 1 qoysam, belə aldıqda 1 bərabərdir F bölək D. Bunu yazağım burada görün. Onda F bərabər nəyə? D-yə. Bəs optik qüvvənin düsturu D nəyə bərabərdir? 1 bölək F-dir.
1 bölü f nəyə bərabərdir? 1 bölü d üstə gələk 1 bölü f-dir. Buradan biz d-ni tapsaq, d bərabərdir. F-imiz neçədir? 0,4. D-imiz 0,4-dürsə, elə xəyal məsafəmiz də 0,4-dür. Bunu deyə bilərik. Gəlin yazalım. Hər ikisinin ortaq məxrəc df. Df-i d-yə böləndə f, üstə gələk d yazacağıq. Və buradan d 0,4-dür. 0,4 vıraq 0,4. 0,4 üstə gələk 0,4 olur. Bu olacaq 0,8. Burada 0,4 vıraq 0,4. Buradan ixtisarlarımızı eləsək, 0,8 ilə 0,4-ü ixtisar etsəm, burada 2 qalacaq. 2 də 0,4-ə böləndə olur 5. 5 dioptriya olur. Cavab olacaq 5. A variantı. 2022-ci ildə düşmüş sualdır. Narıncı rəngli işıq şüası hansıdır? Bunu sıranı bilməliyik biz. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Bunu necə yadımızda saxlayırdıq? Qarı nənə 80 yaşında məxməri gülə bənzəyir. Deməli, bu bir narıncıdır. Deməli, cavab olur A variantı. Belə yadınızda saxlayırsınız da. Yazalım. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bu da bənövşəyi. Bu şəkildə olur. Deyir, bir müstəvi güzgü üzərinə düşən şüa iki müstəvi güzgüdə əks olunduqdan sonra hansı nöqtədən keçər? Deməli, burada nə edirik? Baxın, işıq şüası hansı bucaq altına düşürsə, eyni bucaq altında da qayıdır. Bu normalı çəksək, normal budur. Bu normaldır. Bura düşdüsə bir alfa bucaq altında da qayıdacaq. Gəlir bura. Şurada. Aha. Bunda normalı buradır. Eyni bucaq altında qayıtmalıdır. Belə gedəcək. Deməli, eldən çıxacaq. Yəni, düşmə bucağı qayıtma bucağına bərabərdir. Bax, bununla eləyirik. Bu şəkildə. 49. 2022-ci ildə qəbul imtahanına düşüb. Linzalardan hansıları səpici linzadır? Səpici linza nədir? Orta hissə, kənar hissədən nazikdirsə, bu səpici linza olur. Baxın, birincidə orta hissə kənardan nədir? Nazikdir. Bu 2 qat səpici linzadır. İkinciyə baxsam, orta hissə daha qalındır kənardan. Bu deməli qabarıq linzadır. Üçüncüyə baxsaz, yenə orta hissə kənardan qalındır. Bu da qabarıq linzadır. Dördüncüdə orta hissə kənardan qalındır. Bu da qabarıq linzadır. 5-ə baxsaz, orta hissə kənardan nədir? Nazikdir. Bu da müstəvi səpici linzadır. Ona görə cavab olur 1-ə 5. Difraksiya qəfəsinin köməyi ilə təyin etmək olar. Linzanın optik qüvvəsini etmək olmaz. Şüalanma selinin sıxlığı olmaz. İşıq dalğasının dalğa uzunluğu olar. Necə təyin edə bilər? D sinus fi nəyə bərabərdir? K lambdadır. İndi biz buradan lambdanı tapsaq, lambda nəyə bərabərdir? D sinus fi bölünsün nə? K. Olar deməli. Bu olar. Linzanın xətti böyütməsi olmaz. Mühiti mütləq sındırma əmsalında təyin edilməlidir. Cavab olur C variantı. Cisim fokus məsafəsinin modulu F olan səpici linzadan 4F məsafədədir. Bizdə hansı linzadır? Səpici linzadır. Fokus məsafəsinin modulunu isə F veriblər. 4F məsafə. Cismin xəyalının xətti ölçüləri cismin xətti ölçülərindən neçə dəfə kiçikdir? Yəni, xəyalın xətti ölçüləri cismin xətti ölçülərindən neçə dəfə kiçikdir? Bunu soruşur bizdən. Yəni, bizdən nə soruşur? F bölək D-ni soruşur. Başqa sözdə elə linzanın nəyini soruşur? Xətti böyütməsini soruşur da. Linzanın xətti böyütməsidir. Birbaşa biz belə yazalım da. B bərabərdir. F bölək D. Bu dursun burada. İndi səpici linzaların düsturunu yazsaq, 1 bölək F mənfi bərabərdir. 1 bölək D çıxılsın, 1 bölünsün F-dir. Bu şəkildədir. Deməli, bizə nəyi verib? Cisim məsafəsini veriblər, 4F-dir.
Bax, cisim məsafəsi nəyə bərabərdir? 4F-ə bərabərdir. Gətirib yerinə qoysaq, mənfi 1 bölək F bərabər 1 bölək 4F çıxılsın, bu da moduldadır, 1 bölək F-ə. İndi bu 1 bölək F-i keçirdirəm sol tərəfə, olur 1 bölək F bərabərdir. Bu 1 bölək böyük F-i keçirdirəm sağa, olur 1 bölək 4F üstə gəlsin nə? 1 bölünsün F-ə. Bu da bərabərdir. Hər ikisinə 4F-də ortaq məxrəc. Deməli, 4F-i 4-ə böləndə 1, F-ə böləndə neçə düşəcək? 4. Oldu 5 bölək 4F. Buradan onda xəyal məsafəsi nəyə bərabərdir? 5-də 4F-ə. İndi bizə nə soruşurdu? Deyir ki, xəyal məsafəsi cisim məsafəsindən neçə dəfə kiçikdir? Onda F-imiz neçədir? F-imiz 5-də 4F-dir. Yazırıq 5-də 4F bölünsün. Cisim məsafəmiz 4F-dir. Buradan bu 4F-lər ixtisar olar. Qalar 1 bölünsün 5. 5 dəfə kiçildilmiş xəyaldır. C variantı. 25. İşıq sındırma əmsalı 1,0 olan mühitdən olan şüşədən vakuma keçdikdə. İşıq sındırma əmsalı 1,6 olan şüşədən vakuma keçdikdə. İşığın dalğa uzunluğu 1,6 dəfə artar. Bəli, artar. Lambda bərabərdir. Lambda 0 bölünsün n-dir. Sındırma əmsalından necə asılıdır? Tərs asılıdır. Vakumunda sındırma əmsalı 1-dir. Bunu yadımızda saxlayalım. Vakum 1-dir. Deməli, 1,6 olan şüşədən vakuma keçəndə dalğa uzunluğu 1,6 dəfə artar. Bu düzdür. İşığın dalğa uzunluğu dəyişməz, səhvdir. İşığın tezliyi dəyişmir. Bəli, işıq bir mühitdən digər mühitə keçəndə işığın tezliyi dəyişmir. İşığın sürəti isə 1,6 dəfə artar. V bərabər nəyə? S bölək n-dir. Sındırma əmsalından tərs asılıdır. Deməli, cavab olacaq 1, 3, 6. 28. 2023-cü ilin qəbul sualına düşüb. Deyir, gözə düşən paralel işıq şüaları tor təbəqəsinin önündə kəsişir. Bax, harada kəsişiblər? Burada. Bu gözün hansı görmə qüsuru var və qüsuru aradan qaldırmaq üçün hansı linzalı eynəkdən istifadə etmək lazımdır? Cavabınızı əsaslandırın. Baxın, gələn şüalar tor təbəqəsinin önündə toplanırsa, bu yaxın görmə qüsurudur. Tor təbəqəsinin qarşısındasa yaxın görmə qüsurudur. Yaxın görmə qüsurunda gözün optik qüvvəsi normal gözün optik qüvvəsindən böyük olur. Yəni yazırıq ki, gələn şüalar tor təbəqəsinin önündə toplandığı üçün bu yaxın görmə qüsurudur. Yaxın görmə qüsurudur. Görmə qüsuru. Və yaxın görmə qüsurunda gözün optik qüvvəsi böyük olur. Müsbətdir. İndi biz böyüksə bu optik qüvvəni nə etməliyik? Belə deyək də, kiçiltməliyik ki, normal gözə gətirək də. Normal gözün optik qüvvəsindən daha böyükdür burada. Ona görə biz bura səpici linza qoymalıyıq ki, səpici linzanın optik qüvvəsi nədir? Mənfidir. Bu gözün belə deyək, optik qüvvəsini azaldaq ki, normal gözə gətirib çıxarda bilək. Optik qüvvəsi müsbət olduğuna görə, böyük olduğuna görə belə yazırsınız. Yaxın görmə qüsurunda olan gözün optik qüvvəsi normal gözün optik qüvvəsindən böyük olduğu üçün biz bura səpici linzanı qoyuruq ki, optik qüvvəni neyək? Azaldıq. Optik qüvvəsi mənfi olan linzadan istifadə etməliyik. (2023-cü yenə qəbul sualına düşmüş dalğa optikasının sualıdır. Difraksiya qəfəsinin üzərində düşən işığın dalğa uzunluğu 500 nanometrdir. Deməli, dalğa uzunluğumuz nə qədərdir? 500 nanometr. Bu da yəni 5 vurulsun 10 üstü 500 vuraq beləcək. 10 üstü mənfi 9. Bu da 5 vurulsun 10 üstü mənfi 7-dir. Alınan spektrum maksimumlarının ən böyük tərtibi isə K4-dür. Qəfəsin periodunu tapın deyir bizə. D bərabər sonra. Alınan spektrum maksimumlarından ən böyük tərtibi 4-dür. Onda burada biz sinüs fini neçə götürməliyik? 1 götürməliyik. Sinüs fi nəyə bərabərdir? 1-ə. Yazırıq ki, D sinus fi
bərabər kalyamdadır. Maksimum olması üçün sinüs fini olmalıdır, 1 olmalıdır, 90 dərəcə olmalıdır. Yəni. Buradan biz tapsaq periodu D bərabər nəyə? Kalyam deyək. Buradan da alırıq ki, kayımız 4. Dalğa uzunluğumuz nə qədərdir? 500 nanometrdir. Yəni 500 vurulsun 10 üstü mənfi 9-dur. Bu da olur 2000 vurulsun 10 üstü mənfi 9. Bu da olacaq 2 vuraq 10 üstü mənfi 6. Yəni 2 mikrometr. Cavab olur B variantı. Yenə 2023-cü ildə optika ilə bağlı bir sualdır. Həndəsə optikanın sualıdır. Deyir ki, hansı halda nazik nizam optik mərkəzindən keçən şüanın yolu düzgün göstərilir? Optik mərkəzdən keçən şüa yolunu dəyişmədən olduğu kimi davam edir. Bax, bu şəkildə davam edəcək. 2-dir. Fikir versəz, hər il optikaya aid bir sual düşübdür. Yəni, ona görə bu ildə imtahanda 99%, hətta mən deyə bilərəm ki, 100% dalğa və həndəsə optikadan bir dənə sual düşəcək. Yəni, ən azından biri düşəcək. 2024-cü ildə periodu 0,1 millimetr olan D bərabərdir 0,1 millimetr olan diffraksiya qəfəsinin üzərində dalğa uzunluğu lambda bərabərdir 0,5 mikrometr olan işıq şüası düşür. Qəfəsdə alınan spektrum maksimumların ən böyük tərtibini tapın. Maksimumlar deyirsə, sinusu neçə götürəsiniz? 1 qəbul edəsiniz. Çünki maksimum olması üçün. Ən böyük tərtibi. K soruşur bizdən. K bərabər suala. Şimdi burada D sinus finəyə bərabərdir kalyam deyə. Sinus fin yerinə 1'i qoyduq. Bizdən ən böyük tərtibi soruşur. K'yı tapsaq K bərabərdir. D bölünsün lambda yazacaq. D'imiz 0,1 millimetrdir. 0,1 millimetrdir. Bölünsün nə? 0,5 mikrometr. İndi bunları metrə çevirsək, 0,1 millimetr nə deməkdir? Yəni 1 metrimiz 1000 millimetrdir. Onda bunu yaza bilərik. 0,1 vuraq 10 üstü mənfi 3. 0,1'i də yazarıq elə 10 üstü mənfi 3. 10 üstü mənfi 3. Millimetrin dəyərini yazırıq 10 üstü mənfi 3 metr. Vurulsun 0,5 vurulsun 10 üstü mikrometr. 10 üstü mənfi 6'dır. Buradan bu 10 üstü mənfi 3. 10 üstü mənfi 3. Bir də bu 10 üstü mənfi 6'lar ixtisar olar. Qalar nə? 1 bölünsün 0,5. Bəs bu nə deməkdir? Onda 5. Bu da olur. Deməli 2. Cavabımız olacaq 2. Davam edəyək. Səpçi linzanın optik qüvvəsi hansı faydada təyin olunur? D bərabərdir. Mənfi 1 bölək F ilə təyin olunur. Bax, bu olur. Səpçi linzanın optik qüvvəsi 2024-cü ildə qəbula düşmüş sualdır. Uzaqdan görmə qüsuru olan gözdə A və B şüaları hansı nöqtədə kəsişir? Yadınızda qalsın ki, uzaq görmə qüsurunda gələn şüalar tor təbəqəsinin arxasında toplanırlar. Sındıqdan sonra gözdən gəlib tor təbəqəsinin arxasında toplanır. Uzaq görmə qüsurunu aradan qaldırmaq üçün qabarıq linzadan istifadə edirik. Hansı linzadan istifadə edəcəyik? Qabarıq linzadan istifadə edəcəyik. Belə bir qabarıq linzadan istifadə olunur. Uzaq görmə qüsurunda gözün optik qüvvəsi normal gözdən kiçik olur, yəni mənfidir. Ona görə qabarıq linzadan istifadə edirik ki, qabarıq linzanın optik qüvvəsi müsbətdir. Gözün optik qüvvəsini çoxaltmaq üçün. Yaxın görmə qüsurunda isə gələn şüalar göz tor təbəqəsinin önündə toplanır. Ona görə cavab olur D variantı. Yenə 2024-də qəbul imtahanında istifadə olunan stasiyya sualıdır 4-cü qruplarda. Nə deyir? Müəllim ekranda iki fərqli gözün tor təbəqəsində linzaların köməyi ilə xəyalın alınmasının şəkillərini nümayiş etdirdi. Yəni birincidə fikir versəz, qabarıq linzadan istifadə olunub, ikincidə səpici linzadan. Şəkillər nümayiş et. Təsvir edilmiş linzaların optik qüvvəsinin biri 2, digəri isə -4'dür. Tamam.
Gözlərdən hansı yaxından görmə, hansı uzaqdan görmə qüsuruna malikdir? Cavabınızı əsaslandırın. Deməli, birinci uzaq görmə qüsurudur. Uzaq görmə qüsurunu aradan qaldırmaq üçün toplayıcı linzadan istifadə edirik. Çünki uzaq görmə qüsurunun optik qüvvəsi belə deyək də mənfidir. Mənfi olduğuna görə biz toplayıcı linzadan istifadə edirik ki, optik qüvvəsini çoxaldaq. İkinci yaxın görmə qüsurudur. Yaxın görmə qüsurunu aradan qaldırmaq üçün gələn şüalar tor təbəqəsinin belə deyək də qabağında toplanılır. Yaxın görmə qüsurunu aradan qaldırmaq üçün səpici linzadan istifadə edirik. Çünki səpici linzalar gələn şüaları səpələyib uzaqda toplayacaq. Səpici linzadan istifadə olunur. Çünki yaxın görmə qüsurunda optik qüvvə müsbət olur. Onu aradan qaldırmaq üçün nədən istifadə edəcəyik? Səpici linzalardan istifadə edəcəyik. 89. Cismin 2 dəfə böyüdülmüş mövhumi xəyalının alınması üçün bu linzalardan hansını istifadə etmək lazımdır? Belə deyək, cismin 2 dəfə böyüdülmüş mövhumi xəyalının alınması üçün bu linzalardan hansından istifadə etmək lazımdır? Bax, böyüdülmüş xəyal deyirsə, səpici linzada hər zaman kiçildilmiş xəyal olur. Böyüdülmüş xəyalca deməli biz qabarıq linzadan istifadə etməliyik. Cismi linzadan hansı məsafədə yerləşdirmək lazımdır? Deməli, neçə dəfə böyüdülmüş xəyaldır? 2 dəfə. Xətti böyütmə 2-dir. Baxın, xətti böyütmə neçədir? 2-dir. Bu belə. Digər tərəfdən cismi linzadan hansı məsafədə yerləşdirmək lazımdır? Bizdən cisim məsafəsini soruşur. Bu sualdır. Xətti böyütmənin düsturu F bölək nədir? D-dir. Və buradan da alıram ki, F bərabər nəyə? 2 deyə. Bunu da bildik. İndi mövhumi xəyal alınıb. Amma hansı linzadan istifadə edirik biz? Qabarıq linzadan. Qabarıq linzalarda mövhumi xəyal düsturunu yazsam 1 bölək F bərabərdir 1 bölək D çıxılsın 1 bölünsün F. Belə yazırıq modulda. İndi bizim optik qüvvəsi neçədir? Qabarıq linzanın 2-dir. 1 bölü F-in yerinə bax, bunu belə də yaza bilərik. D bərabərdir. 2 qoyuruq. 2 bərabərdir. Deməli, D-ni soruşur da bizdən. Gətirib yerinə qoysam, 2 dəfə böyüdülmüş mövhumi xəyal alınır. Deməli, F-in yerinə 2D qoyacam. Olacaq onda 1 bölək D çıxaq. 1 bölünsün 2D yazacaq. F nəyə bərabər? 2D-yə. Onda xətti böyütmədən tapdıq. Buradan da alırıq ki, 2 bərabərdir. Hər ikisinin ortaq məxrəci 2D. D-yə böləndə 2 çıxılsın 1. Bu da olur belə. Deməli, 1 bölək 2D. Və bunu tərsinə çevirməyək heç. Çarpaz vuraq. 4D bərabərdir 1-ə. D də bərabərdir 1 bölünsün 4-ə. Yəni 0,25 metr. 0,25 metrə. Başqa sözlə 25 santimetrə yerləşdirməliyik. Cisim məsafəsi 25 santim olmalıdır. 45-ci sual. Difraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi vardır. Yəni, məsafəmiz nə qədərdir? 1 mm-dir. Cizgilərin sayını n ilə göstərdik, 500-dür. Qəfəs üzərində tezliyi nü bərabərdir 6 vurulsun 10 üstü 14 Hz olan monoxromatik işıq düşdükdə spektrdə alınan maksimumların ən böyük tərtibini hesablayın. Bizdən K-nı soruşur. K bərabərdir suala. Difraksiya qəfəsinin period düsturunu yazsaq, maksimumlar deyirəm. Onda sinus fi neçə götürəcəm? 1 götürməliyəm mən. Sinus 90 dərəcədir, yəni maksimum olması üçün. D sinus fi bərabərdir K lambdadır. Sinus fi yerinə 1 qoysam, onda D bərabər nəyə? K lambda alacaq buradan. Buradan da D-nin yerinə nə yaza bilərik? Difraksiya qəfəsinin periodunun düsturu D bərabərdir. L bölək N-dir. L bölünsün N-dir. Gətirib burada yerinə qoysam, L bölək N bərabərdir K. Lambdanın yerinə nə qoyacam? Fikir versək, tezliklə veriblər bizə. V bərabərdir lambda nüydür. Yəni, C bərabərdir lambda nüydür. Buradan lambdanın dalğa uzunluğunu tapsaq, lambda nəyə bərabərdir? C bölünsün nü. Gətirib yerinə qoysaq, olacaq K. C bölünsün nə? Nü. K-yı tapsaq, onda K bərabərdir. L vurulsun nü bölünsün N-dir.
Bu da olur. Elimiz neçədir? 1 millimetr. 1 millimetr 10 üstü mənfi 3 metrdir. 10 üstü mənfi 3. Nüyü 6 vuraq 10 üstü 14. Bölünsün. Burada bir dənə də biz nə yazmamışıq? Deməli, kaytopun bir də bura S düşəcək, işıq sürəti. N'imiz 500, 5 vuraq 10 üstü 2. S də 3 vuraq 10 üstü 8'dir. Buradan da alırıq ki, K bərabərdir. İxtisarlarımızı eləyən sadələşsin bura. 10 üstü 8, 10 üstü 2 eləyir. 10 üstü 10. Buradan bunları açsaq. Burada qaldı 10 üstü 4. 10 üstü mənfi 3 ilə də bu getsə 10 üstü 1 qalacaq. 3 ilə də 6 ixtisarləsək. Burada 2 qalır. 2'yi 1'ə vuranda 2. Bir də 10 var idi. Daha doğrusu 2 1'ə yox. Burada 10'dur da. 10 üstü 1'dir. 2 vuraq 10 bölək 5. Bu da eləyəcək 4. Deməli, ən böyük tərtibimiz neçə oldu? 4. C variantı. 82. 2025-ci ildə qəbula düşmüş sualdır bu da. Hansı halda linzanın baş fokusu həqiqi, S işıq mənbəyinin xəyali isə mövhümüdür. Bax, linzanın baş fokusu həqiqidirsə, bu toplayıcı linzadır. Deməli, toplayıcı linza götürməliyəm. A olmaz, C də olmaz, C də olmaz. Ya C olacaq, ya da nə? B. Amma işıq mənbəyinin xəyalı mövhümüdür. Toplayıcı linzada bir dənə mövhümü xəyal olurdu. O da nə vaxt olurdu? Cisim məsafəsi F-dən kiçik olanda. Yəni, başqa sözlə, cisim belə deyək də, linza ilə F-in arasında yerləşirdi. Ona görə B variantı olmaz, F-dən böyükdür. Burada həqiqi tərsinə böyüdülmüş xəyal olur. Bizə nə lazımdır? Mövhümü xəyal lazımdır. Ona görə C variantı olacaq cavab. Sonra 2025-ci ilin sualıdır yenə. Birinci mühitdən ikinci mühitə keçən işıq şüasının sınması göstərilmişdir. Mühitlərin mütləq sındırma əmsallarını və mühitlərdə işığın surətləri arasında hansı münasibət doğrudur? Baxın, bu düşmə bucağıdır, alfa, bu da sınma bucağıdır, qamma deyək. Sınma qanunu yazsaq, sinus alfa bölək sinus qammadır. Qamma. Bərabərdir N2 bölək N1'dir. Fikir versəz burada alfa böyükdür nədən? Qammadan. Aha. İndi alfa qammadan böyüksə, bura vahiddən nədir? Böyükdür da. Birdən böyükdür. Bax, bura birdən böyükdür. İndi sinus alfa bölək sinus qamma birdən böyüksə, onda N2 bölək N1 də birdən nə olmalıdır? Böyük olmalıdır. Bu nə deməkdir? Bəs, yəni ikinci mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından nədir? Daha böyükdür. Surət isə bucaqla necə asılıdır? Düz asılıdır. Yəni, başqa sözlə sındırma əmsalından tərs asılıdır. Bax, bu düsturu biz belə də yazırıq. V1 bölünsün V2. Bu da birdən böyük olmalıdır. Bu da birdən böyük olmalıdır. Yəni, burada da nə deyə bilərik? V1 böyükdür V2-dən. Və yaxud da başqa necə baxırsınız? Heç bunlar birdən böyük olmağına baxmayın. Sinus alfa bölək sinus qamma bərabər nəyə? N2 bölək N1-ə və V1 bölək V2-yə. Baxın, surət bucaqla düz asıldır. Alfa böyük deyil qammadan. Alfa qammadan böyüksə, onda surət bucaqla düz asılsa V1 V2-dən böyük olmalıdır. Sındırma əmsalı bucaqla necə asıldır? Tərs asıldır. Onda N1 kiçikdir N2. Belə də baxa bilərsiniz. Təbii ki, buradan gələn bir şeydir bu da. Onda deməli, V1 V2-dən böyükdür, N1 N2-dən kiçik olacaq. Cavab olacaq Y variantı. Bu qədər. 2009-dan 2025-ci ilə qədər olan bütün optika suallarının, dalğa və həndəsə optikanın suallarının hamısının izahına baxdıq. Demək olar ki, hər il dalğa və həndəsə optikadan suallar düşübdür. Bu demək ki, yəni hər il qəbul imtahanına mütləq dalğa optikasından və ya həndəsə optikadan bir dənə sual düşür. Hətta bəzən olur ki, elə il olur ki, bir dənə dalğa optikası, bir dənə də həndəsə optikadan sual düşür. Yəni, bu videoya axıra qədər tam baxıb başa düşsəniz sualların izahını, həndəsə optikaya düşən sualların hamısını yaza bilərsiniz. Gələn video hansı belə deyək, bölməyə aid sualların izahını istəyirsinizsə, rəylərdə bildirə bilərsiniz. Belə videoların da davamlı gəlməni istəyirsə, kanalıma abunə olub mənə dəstək ola bilərsiniz.